İzləyicilər, bugün sizinlə 20-ci suala baxacaq. 20-ci sualda deyir, xəritə sxemində AB düz xətti üzrə rast gəliylə hansı iqlim tipinə həmçinin biz işarələnmiş ərazidə rast gəlmək olar? İşarələnmiş ərazi Talaş dağlarıdır. Gəlin cavablarla baxalım. A-da deyir, qışa qıra keçən mülayim isti iqlim. Qışa qıra keçən mülayim isti iqlimə biz A-dan B məntəqəsinə doğru getsək rast gələrik. Amma Talaş dağlarında yoxdur. A cavabı yanlışdır. B'ye baxırıq. Yaya qıra keçən soyuq iqlim. Yaya qıra keçən soyuq iqlim hardadır? Naxçıvanda. Həmçinin talalar şəklində bu ərazilərdə də var, Talaş dağlarında. Ona görə B də yanlışdır. C'ye baxırıq. Qışı soyuq keçən yarım səhra və quru çöl iqlimi. Qışı soyuq keçən yarım səhra quru çöl iqlimi yalnız hardadır? Naxçıvanda. Bir də rast gəlirik talalar şəklində biz Talaş dağlarında. Ümumiyyətlə A'dan B'ye doğru getsək biz qışı soyuq keçən yarım səhra və quru çöl iqliminə rast gələ bilmərik. C də yanlışdır. D'də deyir, yağıntıları bərabər paylanan mülayim isti iqlim. Bəli, həm Böyük Qafqazın cənub yamacında, həm Talaş dağlarında bu iqlim tipinə rast gəlinir. Deməli, D doğrudur. E'də deyir, qışı qıra keçən soyuq iqlim. Qışı qıra keçən soyuq iqlim nə Böyük Qafqazın cənub yamacında yoxdur, nə Talaş dağlarında yoxdur. Ona görə E yanlışdır. Doğru cavabımız olur D variantı.